Bir neçə gün öncə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqların başa çatması barədə məlumat verdi. Ardınca isə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan da sözü gedən məlumatı təsdiqlədi. Beləliklə, Ermənistan tərəfi razılaşmadığı son iki maddəni də qəbul etdi. Beləcə danışıqlar prosesi tamamlandı. Bəs sülh imzalamaq mümkün olacaqmı? Rəsmi müqavilənin imzalanması üçün daha nələrə ehtiyac olacaq? Bu suallara cavab tapmağa çalışacağıq. Paraleldəyik. Rəsmi Bakı əslində sülh üçün şərtlərini əvvəldən açıqlamışdı. Bu şərtlərdən ən əsası da məhz Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı idi. Azərbaycan tərəfi indi bu prinsipial məsələni də həll etmək üçün səy göstərir. Ermənistan tərəfi isə ənənəvi olaraq vaxt qazanmaq siyasətini davam etdirir. Razılaşdırılmayan iki maddədə Azərbaycan tərəfinin şərtlərini qəbul edən Ermənistan indi özünü sülhpərvər, Azərbaycanı isə sülhdən imtina edən tərəf kimi göstərməyə cəhd edəcək və yenidən razılaşmanı uzatmağa çalışacaq. Ermənistanın ordu quruculuğu istiqamətində addımlar atması, sərhəddə hərbi hərəkətlər İrəvanın Azərbaycana qarşı addımlar atma hazırlığının göstəricisidir. Onların planına görə vaxt uzandıqca güc toplayacaqlar, güc topladıqdan sonra isə şərtlərini diktə edəcəklər. Bu olmasa, yeni qarşıdurma yaradaraq məqsədlərinə çatacaqlar. Əlbəttə, xülyalardan ibarət bu planlar miflərdən ibarət Ermənistan ordusunun çata bilməyəcəyi məqsəddir. Bəs elə isə Ermənistan tərəfi həqiqətənmi prosesin uzanmasının yaxud hər hansı revanşist addımların onun sonunu hazırladığını anlamır. Axı 44 gündə 30 illik hazırlığı məhv edən ordu 5 illik hazırlığı cəmi bir neçə günə məhv edər, beləcə Ermənistandan dövlət olaraq da əsər əlamət qala bilməz. Əlbəttə, İrəvan bunun fərqindədir. Sadəcə bacardığı qədər zaman qazanır. Ona görə də Azərbaycan tərəfi zamanı doğru dəyərləndirməli, bütün məqsədlərinə çatmaq üçün, yəni tarixi həqiqəti bərpa etmək üçün Ermənistandan yekun və faktiki addımlar tələb etməlidir. İndi hər keçən saniyə belə bir ilə bərabər əhəmiyyət daşıyır. Azərbaycandan real təzyiqlər görən İrəvanın sülhü təmin etmək üçün konstitusiya dəyişikliyi və digər ədalətsizliklərə son qoymaqdan başqa çarəsi qalmayacaq. Növbəti paraleldə görüşmək ümidi ilə sağ olun, salamat qalın.